Heç istəməzdim belə bir videonu sizinlə paylaşım, çünki məcburam ustaların təkmilləşməsi üçün bunu vurğulayım və bildirim ki, sizin də bilginiz olsun əziz müştərilər. Çünki ustalara nəyisə bildirmək ucu tam mənasızdır. Tələbə xanıma bir il öncə keratin proseduru ediblər. Həmin prosedurdan sonra saçların öz təbii keratini artıq saçdan yuyulub gedib, elədiyi keratin də saçları yandırıb və saçlar başlayıb qırılmağa, hacılanmağa, dolaşmağa. Üstəgə kəsim də elə bir halda eləyiblər ki, deməyə heç bir söz tapmıram. Nano keratinin xüsusi texnika vasitəsilə bacardığım qədər saçları sağlam vəziyyətinə qaytaracağam.